eBay-yə başlamaq üçün işi buraxmaq lazımdır. Bu, çoxlarının bildiyi yanlış məlumatdır. Siz işdən çıxmadan da rahat bir şəkildə eBay-yə başlaya bilirsiniz və bu ən risksiz strategiyadır. Sən əvvəl sistemi qurursan, məhsulu öncədən almırsan. Bunun üçün sənə anbar və başlanğıc sərmayəsi lazım deyil. Bu model eBay dropshipping adlanır. Sifariş gəlir və sən birbaşa məhsulu tədarükçüdən müştərinin ünvanına sifariş verirsən və sənin əvəzinə tədarükçü müştəriyə məhsulu özü çatdırır. Gün ərzində ayırdığın 2-3 saatla ilk 1-ci və 2-ci aylarınızda əlavə gəlir formalaşdırmaq mümkündür. Ən vacib məqam budur ki, sən ənənəvi ticarətlə məşğul olsan, öncədən investisiya eləməlisən. Lakin eBay dropshippingdə öncədən investisiyaya ehtiyac yoxdur. Birinci növbədə müştəri sifarişini verir, ondan sonra isə məhsul göndərilir. Amma bir şərtlə, məhsul, tədarükçü və qurulan sistem düzgün olmalıdır. Və biz sənə DevCommerce-də bu sistemi addım-addım necə qurmaq lazımdırsa, onu öyrədirik. Əgər sən də işdən çıxmadan əlavə gəlir mənbəyi qurmaq istəyirsənsə, şərhlər bölməsində eBay yaz.